Bugün biz Quba soyqırımı memorial kompleksinin açılışına toplaşmışıq. 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər. 5 ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırım törədilmişdir. Bu memorial kompleksinin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər ezam edilmişdir, ekspertlər ezam edilmişdir və böyük tədqiqat işləri aparılmışdır. Və tədqiqat işlərin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba soyqırımı memorial kompleksinin yaradılmasına dair sərəncam imzalanmışdır və 2011-ci ildən işlər başlamışdır. Və bugün biz bu memorial kompleksin açılışını qeyd edirik. Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir. Memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda memorial kompleksində yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər əks olunur. Dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Və nəticədə ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində nikbinlik əhval-ruhiyyəsi ilə buradan insanlar ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir. Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridirlər. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılmışdır və komissiya işə başlamışdır. Ancaq 20-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti sükut edəndən sonra bu komissiya təbii ki, öz işini dayandırmışdır və komissiyanın fəaliyyəti natamam olmuşdur. Eyni zamanda o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi. Memorial kompleksinin ekspozisiyasında Ulu Öndər Heydər Əliyevin 98-ci ildə imzaladığı sərəncam da öz əksini tapır. Azərbaycanlıların soyqırımı sərəncamı ki, orada göstərilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə komissiya yaradılmışdır və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. Və ilk dəfə olaraq
1998-ci ildə bu soyqırıma hüquqi və siyasi qiymət verilmişdir. Sovet dövründə təbii ki, tarix tərif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi və uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, onların da mənfur adları orada göstərilir, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir, çünki uzun illər bizim xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər Sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı və yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik, gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bugün o yerlərdə gözəl parklar, o cümlədən sahil parkı yaradılmışdır. Yəni, tarix zəfər çaldı, ədalət zəfər çaldı. Biz bugün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, bizim xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Və erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir. İkinci Dünya Müharibəsi zamanında Hitlerin sərəncamında olan, ona qulluq edən erməni quldurları Ermənistanda qəhrəman kimi qəbul edilir, onların şərəfinə abidələr ucaldılır. Bu onu göstərir ki, müasir Ermənistan dövlətinin ideologiyası da faşizm üzərində qurulmuşdur. Erməni faşizmi hesab edirəm ki, Azərbaycan alimləri tərəfindən daha geniş şəkildə tədqiq edilməlidir. Tarixi paralellər hesab edirəm ki, əsasında çox böyük əsərlər yaradılmalıdır. Mən şadam ki, son illərdə o cümlədən mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında, bizim tarixi torpaqlarımız haqqında bizim alimlərimiz kifayət qədər dolğun və məzmunlu əsərlər yaratmışlar. Biz bu tarixi gənc nəsillərə də çatdırırıq. Məsəl üçün, İrəvanı Ermənistanın paytaxtı elan edilməsinin tarixi hesab edirəm ki, bir çoxları üçün bəlli deyildi. Biz bu məsələni qaldıranda, tarixi faktlar əsasında bu məsələyə diqqət yetirəndə artıq bunu həm Azərbaycanda hər kəs bilir, dünyada da bilirlər ki, İrəvanı Ermənistan dövlətinin paytaxtının elan edilməsi Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərar əsasında olmuşdur. Ona görə hesab edirəm ki, tarixi həqiqətləri əks etdirən böyük elmi əsərlər yaradılmalıdır. Onların bir hissəsi artıq yaradılıbdır, ancaq hesab edirəm ki, bu məsələyə daha da biz ciddi diqqət verməliyik. Ermənilərin bizim tarixi torpaqlarımıza köçürülməsi məsələləri hesab edirəm ki, Azərbaycan elmində kifayət qədər işıqlandırılmayıb. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlı Qarabağa ermənilər 19-cu əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təhribatlarını başlamışlar. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya Müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri geniş şəkildə Azərbaycan tarix elmində tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır. Və dediyim kimi, erməni faşizmi özünü bir daha 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində göstərmişdir.
O tarixi də biz yaxşı xatırlayırıq, çünki Ulu Öndər Heydər Əliyev Sovet hakimiyyətinin rəhbərliyindən uzaqlaşdırılandan 2 həftə sonra erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında məsələ qaldırmışlar və o vaxtki Sovet rəhbərliyi ilk növbədə o vaxtki rəhbər Qarbaçov və onun ətrafında olan erməni millətçiləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törətmişlər. Və qanlı yanvar hadisələri bilavasitə Qarbaçovun əməlləridir. Ondan əvvəl törədilən cinayətlər və ondan sonra xalqımıza qarşı törədilən cinayətlər kifayət qədər artıq tarixdə öyrənilibdir. O vaxt Heydər Əliyev faktoru ermənilərin elə bir ki, əl qolunu bağlamışdır. Sovet dövründə 1969-cu ilə qədər dəfələrlə Dağlıq Qarabağı Ermənistana birləşməsi ilə əlaqədar Sovet hökumətinə ermənilər müraciətlər etmişlər, hətta rəsmi səviyyədə müraciətlər etmişlər. Ancaq Heydər Əliyevin qətiyyəti və çox ciddi etirazı buna imkan verməmişdir. Ondan sonra Heydər Əliyevin Sovet hakimiyyətində fəaliyyəti dövrü başlamışdır və o vaxtda əlbəttə ki, ermənilərin heç bir təhribat etmək üçün imkanları olmamışdır. 87-ci ilin noyabrında 2 həftə vəzifədən gedəndən sonra bu məsələ qaldırıldı və demək olar ki, o vaxtdan Azərbaycanlılara qarşı növbəti soyqırım prosesi başlamışdır. Təhribatlar törədildi və Sovet mətbuatında və dünya mətbuatında bu məsələ ilə bağlı yanlış və təhrif edilmiş rəy yaradıldı. Və nəticədə 92-ci ildə Xocalı soyqırımı törədilmişdir. Xocalı soyqırımını törədənlər bugün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Və bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni, erməni soyqırımı mifi kimi heç bir əsası olmayan, mifologiya əsasında deyil, real faktlar əsasında biz bunu görürük. Video materiallar, fotoşəkillər, canlı şahidlərin ifadələri, bütün bu həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bugünə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi var. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər ki, tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycan üzərinə qoymağa çalışırlar. Və bu ədalətsizlik bugünə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq avtomatlarla, qumbaralarla bizim soydaşlarımız öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. 63 uşaq ermənilər tərəfindən öldürülmüşdür. 106 qadın. Bu misli görünməmiş vəhşilikdir. Və bugün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu, Xocalı soyqırımını soyqırım kimi dünyada tanıtılmasında çox böyük işlər görürlər. Quba soyqırımı memorial kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Xocalıya ədalət kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspora təşkilatlarımız, əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vuraraq artıq istədiyimizə tədricən nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırım kimi tanıyıb və bu proses davam etdirilir. Və gələcəkdə bu faciələrdən
sığortalamaq üçün mütləq dünya miqyasında erməni faşizminə layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, bugünə qədər ədalətsizlik davam edir. Mən xatırlayıram ki, Azərbaycan zabitini Ramil Səfərovu vətənə qayıtdığıma və azadlığa buraxdığıma görə nə qədər mənə qarşı əsassız ittihamlar səsləndi. Nə qədər riyakar xarici siyasətçilər mənə qarşı hücumlar etdilər. Hətta Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etmişdir və mənim addımlarımı pisləmişdir. Mən bugün də tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan öz zabitini vətənə qaytarmışdır, azadlığa buraxmışdır və ədaləti bərpa etmişdir. Ancaq baxın, görün, nə qədər buna görə dünya mətbuatında, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycana qarşı əsassız hücumlar edilmişdir. Əlbəttə ki, bu hücumların heç bir təsiri ola bilməzdir. Çünki Azərbaycan dövlətinin iradəsinə, qərarlarına heç bir qüvvət təsir edə bilməz. Biz ədaləti bərpa etmişik və bundan sonra da öz siyasətimizdən dönməyəcəyik. Ancaq nə üçün bu məsələ ilə bağlı öz səslərini ucaldanlar bugün Ermənistanda faşistlərə qoyulan abidələri görmürlər? Nə üçün terror aktları Avropa ölkələrində o cümlədən törədən erməni terroristləri sərbəst buraxılır və Ermənistana qaytarılır və orada qəhrəman kimi onlara münasibət göstərilir? Nə üçün bunu görmürlər? Nə vaxta qədər bu ədalətsizlik davam edəcək? Nə vaxta qədər bu işğal davam edəcək? Artıq 20 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlar. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır və Azərbaycan BMT-yə üzv olarkən vahid dövlət kimi üzv olmuşdur. Heç bir dövlət bizim ərazi bütövlüyümüzü şübhə altına almır. Nə üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir? Bütün bu suallar cavabsız qalır. Biz bu suallara cavabları bilirik və bu məsələnin həll olunmamasının səbəblərini bilirik və bunu açıq ifadə edirik. Ancaq bu suallar havada qalmamalıdır. Bu ədalətsizliyə son qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır. Bizim tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz dağıdılıb, muzeylərimiz talan edilib, bütün şəhərlər yerlə yeksan edilib. Bu memorial kompleksində Şamaxının görüntüləri əks olunub. Müsəlman aləmində ən qədim məscidlərindən biri olan Şamaxı məscidinin yarı dağılmış vəziyyətdə olan şəkillər burada göstərilir. Biz bu ilin may ayında Şamaxı Cümə məscidini yenidən bərpa etdik. 743-cü ildə tikilmişdir bu məscid. Bugün yenidən dindarların üzünə açılmışdır. Soyqırım törədildi. Bütün tarixi abidələr dağıdıldı. Və bax, bu memorial kompleksdə əks olunan Şamaxının dağılmış vəziyyətdə olan şəkillər bugün yenə də təkrarlanır. Bugün Ağdam belə vəziyyətdədir, bugün Füzuli belə vəziyyətdədir, Şuşa belə vəziyyətdədir. Və bunu edənlər ermənilərdir. Bunu edənlər bugün özlərini mədəni millət kimi təqdim etmək istəyirlər. Ancaq bunu edənin bir adı var, vəhşi. Başqa ad ola bilməz. Və əfsuslar olsun ki, beynəlxalq hüquq normaları işləmir. Beynəlxalq təşkilatların qərarları kağızda qalır. Ədalətsizlik davam edir. Belə olan halda, əlbəttə ki, Azərbaycan dövləti və güclənən Azərbaycan dövləti yalnız öz gücünə güvənməlidir və öz gücünə güvənir. Necə ki, bu memorial kompleksinin son ekspozisiyasında Bakını 95 il bundan əvvəl Qafqaz İslam ordusunun fəaliyyəti nəticəsində və yerli qüvvələrlə birlikdə aparılan döyüşlər nəticəsində ermənilərdən biz təmizlədik. Gün gələcək, bizim ordumuz əgər beynəlxalq hüquq normaları bərpa olunmazsa və Ermənistan öz işğalçı siyasətini davam edərsə, bizim ordumuz son sözünü deyəcəkdir. Bunu etmək üçün bugün bizim gücümüz var. Bugün Azərbaycan ordusu bu bölgənin, Cənubi Qafqazın ən güclü ordusudur.
Bugün Azərbaycan müstəqillik illərində bizim üçün yaradılan imkandan tam şəkildə istifadə edibdir. Və əgər müstəqillik qazanılanda Ermənistanla Azərbaycan arasında iqtisadi və hərbi sahədə paritet var idisə, artıq çoxdan bu paritетdən əsər əlamət qalmayıbdır. Son 10 il ərzində böyük bir yol keçmişik. 10 il bundan əvvəl Azərbaycanın və Ermənistanın dövlət büdcələri təxminən eyni səviyyədə idi. Bugün bizim dövlət büdcəmiz Ermənistandankindən təxminən 10 dəfə çoxdur. Bizim təkcə hərbi məsələlərə xərclədiyimiz Ermənistanın bütün dövlət büdcəsindən təxminən 30-50% artıqdır. Yəni, bütün başqa parametrlər üzrə biz böyük üstünlüyü əldə etmişik. İqtisadi sahədə, siyasi sahədə, dünya birliyində oynadığımız rol baxımından bugün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür və dünya tərəfindən böyük dəstəyə malikdir. Bugün biz artıq fəzaya çıxmışıq, bizim peykimiz var. Bizim iqtisadi inkişafımız çox sürətlidir. O cümlədən bax, bu zonada, Quba-Qusar zonasında son illərdə çox böyük işlər görülmüşdür. Şəhərlər abadlaşır, kəndlər abadlaşır, investisiya qoyulur. Bizim demoqrafik vəziyyətimiz çox müsbətdir. Artıq 9 milyon yarıma yaxın əhalimiz var. Yəni, bütün bu faktorlar bizim gücümüzü təsdiqləyir və düşünülmüş siyasətin nəticəsidir. Ermənistan isə artıq açıq şəkildə etiraf edir öz hərəkətləri ilə və bəyanatları ilə ki, öz təhlükəsizliyini öz gücünə təmin edə bilmir. Biz bunu bilirdik, çoxdan bilirdik. Və hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bütün tərəflər bunu bilirdi. Ancaq bugün Ermənistan məcburdur ki, özü bunu etiraf etsin. Bizim qarşımızda nə qədər aciz olduğunu, nə qədər gücsüz olduğunu etiraf etsin. Qorxu içində yaşadığını etiraf etsin. Mən bir dəfə demişəm ki, erməni xalqı bizdən qorxmamalıdır. Öz rəhbərliyindən qorxmalıdır. Qanıçən, yırtıcı, quldur, cəllad rəhbərliyindən qorxmalıdır ki, bugün onlar öz xalqına divan tuturlar, öz xalqını gülləbaran edirlər. Və nə qədər çox bu indiki Ermənistan rəhbərliyi hakimiyyətdə qalsa, bir o qədər də tez Ermənistan tamamilə çökəcək və tarixi ədalət bərpa ediləcəkdir. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bütün faktorlar, bax, burada güclərin nisbəti, beynəlxalq faktorlar, iqtisadi, hərbi faktorlar bunu göstərir. Sadəcə olaraq vaxt gedir. Sadəcə olaraq biz istəyirik ki, tezliklə bu olsun. Ancaq bu hər tərəfli olmalıdır və tam şəkildə olmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Şuşada, Xankəndidə Azərbaycan dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə Azərbaycanlılar bütün tarixi torpaqlarda yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahalıdır. Bizim tarixi torpaqlarımızdır. Və vaxt gələcək, biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm və buna nail olmaq üçün hər birimiz öz səylərini qoymalıdır. Hər birimiz öz işi ilə o müqəddəs günü yaxınlaşdırmalıdır. Bugün tarixi gündür. Bir də demək istəyirəm ki, Quba soyqırımı abidə memorial kompleksinin yaradılması tarixi məna daşıyır. İlk dəfə olaraq Azərbaycanda belə memorial kompleks yaradılır və bu yaddaş daima bizim qəlbimizdə yaşayacaqdır. Allah bütün şəhərlərimizə rəhmət eləsin.